Elmar müəllim, elə bu sualı da cavab istəyəcəm sizdən 21-nə kim nə ilə gedir, kimin portfelində nə olacaq, güzəştlər olacaqmı? Bir də bayaqki məsələyə münasibət bildirmək istəyirdiniz. Buyurun. Mən hesab edirəm ki, belə növbəti raund danışıqların olması istisna deyil, danışıqlar olacaq. Amma təsəvvür edin ki, bax, İslamabadda danışıqlarda gedilən gündəlik yenidən tutaq ki, İslamabadda və başqa bir şəhərdə keçirilən danışıqlar yenidən gəlir. Onda getməyin, ümumiyyətlə görüşün mənası nədir? Mən elə gəlir ki, fundamental məsələləri deyil, nisbətən ikinci dərəcəli məsələlər bu danışıqlarda müzakirə edilməlidir ikinci görüşdə. Yəni o yerdə ki, konkret, dəqiq cavab istənilir. Məsələn, İran, sən nüvə proqramından imtina edilsən, yoxsa yox. Bu kimi məsələləri ikinci görüşdə keçirmək lazım deyil. Bəs nəyi soruşuna bir? Orada daha çox, bax, o məsələlər ki, müəyyən mənada etimad mühitinin, məsələn, sanksiyaların yavaş-yavaş zəiflədilməsi kimi məsələlər. Sonra... Nəyin müqabilində? Bax, yaxşıdır. Bir anlıq təsəvvür eləyək ki, bizi danışıqlar masasında siz təklif edirsiniz ki, sanksiyaları ən azından yavaş-yavaş yumuşaldıq. Onda Amerikada sual verəcək ki, nəyin müqabilində? Onun müqabilində ki, Hörmüzlə bağlı ki, müəyyən razılaşma var idi. Hansı ki, indi tam olur ki, onu yerinə yetirmədi İran. Onun yerinə yetirməsi, yəni vacib deyil ki, elə bir gündə 100 gəmi keçsin, 140 gəmi keçsin. Lazımdır ki, müəyyən miqdarda kiçik rəqəmlərdən başlayın. Əsas odur ki, proses işə düşsün. Əsas odur ki, bir etimad mühiti formalaşsın. İsraillə bağlı məsələ... Oran ümumiyyətlə işə düşməyə Amerikaya lazımdır. Yəni, ya tam işə düşməlidir ki, nəzarətdə olsun, ya da o siz dediyiniz həyat yoludur. O həyat yoluna ehtiyacı yoxdur Amerikanın. Birləşmiş Ştatlar üçün hal-hazırki vəziyyətdə bu prinsipial bir məsələyə çevrilir. Təsəvvür edin ki... Tam açılması. Hə, çünki əgər açılması o deməkdir ki, yəni artıq ağ bayrağı qaldırdı. Yəni, tam açılmasa qaldıracaqdır. Yəni, bu artıq elə bir məsələyə çevirir ki, həyati əhəmiyyətli məsələyə çevirir. Yəni, bu məsələdə kim geri getsə, o sanki məğlubdur. Bir dənə özür istəyirəm, Elmar, burada bir balaca, əlavə bir dənə informasiya verim ki, indi hazırda deyirlər ki, o Hörmüzdə 264 təqribən tanker. Yox, 800. 800, bu dəqiqə son məlumatı 800. 264 bilirəm, ola bilər. Olsun yüzlərlə, yəni mən ən son oxuduğum məlumat 264 tanker düşüb qalıb. Bu 264 tankerlə, bu böyük tankerlərdə bilirsiniz, bunlarda yüzlərlə adam işləyir. Bu adamların hamısı orada girov vəziyyətindədir. O girovların taleyi necə? Orada söhbət sadəcə neft saxlanılmır. Orada insanlar saxlanır, onların taleyi necə olacaq? Bunun hamısı Amerika Birləşmiş Ştatlarının üzərində qalacaq. Növbəti çıxış sadəcə onu dedim və salam. Fikrim dağılırdı ya, mən proqnoz vermək istəyirdim. Yəni, verilişin elə özəlliyi, maraqlı ondadır ki, yaxşı, biz danışdıq, faktların konstatasiyasını elədik, onu hamı bilirsiniz. Elman müəllim, 15 dəqiqə var. Bəs onda reklam daha yoxdur, indi... Buyurun, Elman müəllim. Və bu halda mən istəyirəm ki, biz o qədər sadəlöf olmayaq ki, elə Trump müharibə ilə bağlı bir dənə A variantı oldu. 3 gündən biz rejimi deviririk. Yaxşı, indi onu hazır bilirsiniz, istənilən administrasiya beyin mərkəzlərlə işləyir. Müxtəlif versiyalar gəlir və prezidentin intellektual ağlı onda olur ki, o versiyalardan birini daha çox bəyəndir. Yəqin ki, burada A variant bizim bildiklərimiz indiyə qədər. B variant nə ola bilər? B variant o ola bilər ki, birdən bu dediklərimiz alınmadı. Birdən siyasi rejim Venezuela olmadı, möhkəm oldu, dayanıqlı oldu. Üstə gəldi 80-88-ci il müharibəsindən çıxıblar, Suriya ilə döyüşlər. Yəni bu müəyyən ciddi hazırlıqlı ola bilər. Belə olan vəziyyətdə, yəni işlərimiz istədiyimiz kimi getməsə nə ola bilər? Bu halda İran bombalanır. İran o qədər bombalanır ki, bir 50 il geri atılır. Üstə gəldi İran keçən ilin dekabrındakı çıxışlar, xalqın etirazları göstərdi ki, milyonlarla insan narazıdır. Bu faktdır. Amma indi bizim hücumlarımız o xalqı birləşdirə bilir. Gəlin, möhkəmcə onu bombalayaq, onu xeyli geri ataq, iqtisadi durumun bərbad vəziyyətə salaq, yaz əkin kampaniyasının işini pozaq və ondan sonra Elçin müəllim, strateji pauza götürək. Bir də gördünüz ki, necə Husiləri Qırmızı dənizdə bombaladı, birdən-birə geri şəkildə də Husiləri bombalamadı. Çıxdı, getdi. Eyni şeyi İran da eləyə bilər, dayandıra bilər, qarşıdan da seçkilər gəlir, bir pauza. Yəni, müharibə yoxdur daha. Həmin pauza dövründə İranın bütün problemləri ki var, mən onu soruşdum. Üzə çıxır. Bütün çılpaqlığın üzə çıxır və dağılmış, viran qalmış, hər yer məhv olub, zavodlar, fabriklər, hamısı məhv olub. Belə bir İran, həmin o kütlə var idi, narazı kütlə, o yox olmayıb.
Mən də onu yerindədir. soruşdum Ümid bəydən açığı. Müəllim, o İlham müəllim, yerindədir. bəli. O yerindədir. O yerindədir. Yəni B variantı budur. B variantı budur ki, onunla Rıçaq da əlindəki budur. yəni o B variantı birinci halda ayağa qalxdı, güllələndi. 30 minə qədər insan Bəli. güllə. İkinci variantda isə o zəiflədilib. O 50 illə qədər geri atılıb. Onun zavodu, fabriki məhv edilib. Kənd təsərrüfatına ölümcül zərbə endirilib və belə vəziyyətdə xarici təhlükənin olmadığı bir reallığı pauza götürür. Amma bu strateji pauzadır. Bu dəfə xalq ayağa qalsa, bu başqa qalxır. Yəməndə işləmədi bu. Bu başqa. Yəmən biraz kiçik faktordur, amma İranda bu, çünki İrandakı etiraz dalğası çox böyük idi. Bu ola bilər.